qısa olaraq tarixinə baxaq. Dərsin izahına keçirəm birbaşa. Əlavə vaxt itirməyək, sonra əlavə nəsə sualınız olsa deyərsiniz mənimlə. Şahmat oyununun qısa olaraq tarixinə nəzər salaq. Şahmat oyununun tarixi daha qədimdən götürülür 1500 il əvvələ, yəni daha geniş tarixə gedib çıxır. Şahmat oyununun deməli vətəni olaraq Hindistan qəbul olunur. Mənası nədir? Şahmat oyununun açıqlaması adı şah öldü deməkdir. Əvvəllər ilk olaraq bu adı Çaturanga adlandırırdılar. Daha sonra son dəyişikliklər və sair müasir bildiyimiz şahmat oyunu adı verilmişdi oyuna. Şahmat oyunun oyunun qaydalarını, oyunun təşkilatçılığını edən qurum Beynəlxalq Şahmat Federasiyası FIDE adlanır. Yəni FIDE-nin ən çox əsas gördüyü belə deyək işlərdən biri olimpiyadaların təşkili, şahmat olimpiyadasının təşkili və şahmat üzrə çempionatların, dünya çempionatlarının təşkil etməkdir. Ümumiyyətlə şahmat klassik idman növü deyil, yəni olimpiya oyunları proqramına daxil deyil, ancaq şahmat oyununun özü 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb. Ancaq proqrama daxil deyil, ayrıca şahmat olimpiyadaları adlı bir yarışlar, turnirlər təşkil olunur. Azərbaycanda şahmatın yaranması 1920-ci ildə federasiyanın yaranmasına baxırıq və 1992-ci ildə yenidən müstəqillik qazanılandan sonra federasiya yenidən təsis edilir və elə həmin ildən də, yəni 92-ci ildən Beynəlxalq Şahmat Federasiyasına üzv qəbul olunur. Hazırki prezidenti Mahir Məmmədovdur. Mahir Məmmədov eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının da vitse-prezidentidir. Həm Azərbaycan Şahmat Federasiyasının prezidenti, həm Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir. Mahir Məmmədov. Şahmat oyununun tarixi ilə bağlı qısa olaraq bu qədər. Keçək şahmat oyununun əsas qaydalarına. Deməli, bu xanada qalsın. Ümumiyyətlə, şahmat oyunu 64 kvadrat xanadan ibarət bir taxta üzərində oynanılır. Yəni, kvadratların, bax, ekranda gördüyünüz bu şahmat taxtasının kvadratlarını saysanız görəcəksiniz. 64 kvadrat xana. Bunlardan yarısı, yəni 32-si ağ, 32-si qara xanalardan ibarətdir. Hər bir, belə deyək, komandanın, hər bir oyunçunun 16 fiquru var. 16 fiqurun 8-i piyada, 8-i digər fiqurlar sayılır. Düzülüşə baxsaq, şahmat taxtası üzərində düzülüşə baxsaq, ön xəttdə, ön cərgədə duran, yəni ikinci üfüqi xəttdə duran piyadalar, eyni zamanda qarşı tərəfdə də bu 7-ci xətt hesab olunacaq. Piyadalar, birinci üfüqi xəttdə duranlar solda, ən solda, yəni həm sol küncdə, həm sağ küncdə toplar, daha sonra atlar, hər cinahlarda, yəni daha sonra fillər, daha sonra mərkəzdə vəzir və onun yanında şah görə bilərik. Deməli, şahmatda cinah anlayışı var. Ona görə deyir ki, toplar cinahlara gedir. Yəni, sağ və sol cinahlarda toplardır. Onların yanında atlar, fillər, mərkəzdə vəzir və onun yanında şah yerləşir. Piyadalar isə ön cərgəmizdə, bizim fiqurlarımızın önündə yerləşir. Ümumiyyətlə, fiqurların içərisində piyadalara, belə deyək, güc vahidi kimi baxırıq. Şahmatda belə hesab olunur, güc vahidi piyadalar hesab olunur. Ancaq piyadalar heç də güclü fiqurlar hesab olunmur. Gəlin piyadaların gedişinə baxmamışdan qabaq, birinci onu deyim ki, şahmatda bu gördüyünüz taxtanın üzərində xətlərə baxaq, meydan xətləri deyim sizə. Deməli, şaquli xətlər deyərkən, gördüyünüz bu xətlər, yəni A1, A8, B1, B8,
Bax, bu xəttlər adlanır şaquli xəttlər. Üfüqi xəttlər isə, baxın, A1-dən H1-ə. Başa düşdünüz? Məsələn, A2-dən H2-yə. Bu xəttlər sayılır üfüqi xəttlər. Və şahmatda diaqonal xəttlər deyə bir anlayışlar var. Diaqonal xəttlərdə gördüyünüz kimi eyni rəngdə olan xəttlər sağdan sola və eyni zamanda deyək ki, soldan sağa. Bu xəttlər də diaqonal xəttlər hesab olunur. Ümumilikdə saysaq cəmi 26 diaqonal xətt olacaq. Taxta üzərində 26 diaqonal xəttlər var. Məsələn, A1-dən H1-ə və yaxud da ki, H1-dən göstərdiyimiz kimi A8-ə olan o həmin paralel xəttlər diaqonal sayılacaq. Gəlin şahmatda fiqurların düzülüşünə baxaq. Fiqurların düzülüşü və fiqurların gedişi. İlk olaraq ən deməli zəif hesab elədiyimiz fiqur piyadaların hərəkətinə baxaq. Deməli piyadalar bütün fiqurların içində ən zəif gediş edə bilən fiqurlardır. İlk başlanğıcda piyadaların yalnız 2 gediş etmək hüququ var, ixtiyarı var. Növbəti gedişlərdə yalnız 1 gediş eləyə bilərlər. Yəni oyunun başlanğıcında piyada 2 gediş eləyə bilər. Məsələn, deyək ki, piyadamız dayanıbdır C2 xanasında, C2 xanasından C4 xanasına hərəkət eləyə bilər. Bu yalnız oyunun başlanğıcında olacaq. Ancaq növbəti gedişlərdə piyada yalnız 1 gediş eləyə bilər. Piyadalar geri dönüşü olmayan fiqurlardır. Yəni geri dönüş edə bilmirlər. Ancaq qabağa gedə bilərlər. Piyadaların rəqib daşını götürməsi, yəni vurması dediyimiz anlayış daha fərqlidir. Piyadalar düzünə hərəkət edir. Ancaq rəqib daşını çarpaz olaraq vuracaqlar. Düzünə hərəkət edirlər, ancaq rəqib daşını, fiqurunu çarpaz vura bilərlər. Deyək ki, məsələn, D2 xanasında olan bir piyadamız rəqib daşını yalnız çarpaz olaraq hərəkət edib vura bilər. Yəni düzünə hərəkət edərək rəqib daşını vura bilməzlər. Piyadalar başlanğıcda dedik ki, 2 gediş eləyə bilər. Düzdürmü? Yalnız piyadaların belə bir hüququ var ki, taxtanın rəqib tərəfinə, yəni deyək ki, C2 xanasından rəqibin xanasına hərəkət eləyir. Rəqib taxtasının sonuna gəlib çatanda istədiyi fiqura dönə bilir. Yəni şahdan başqa istədiyi fiqura dönə bilər. Yəni biz çeviririk də belə deyək. Adətən bunu eləyirik vəzir. Əgər bizim piyadamız rəqib taxtasının sonuna qədər gedib çıxa bilibsə, irəliləyə bilibsə, biz piyadanı vəzirə çeviririk. Niyə vəzirə çeviririk? Çünki vəzir ən güclü fiqurdur. Şahmat taxtası üzərində vəzir ən güclü fiqur hesab olunur. Biz vəzirə çeviririk ki, məqsəd nədir? Əlbəttə ki, daha geniş imkanları olan, daha geniş istiqamətləri uzaq belə deyək, vura bilən bir fiqur əldə edir. Piyadaların belə bir xüsusiyyəti var. Başlanğıc olaraq 2 gediş eləyə bilərik dedik. Yəni bu minvalla hesablasaq müəllimlər, taxta üzərində hesablasaq, yəni saysaz elə sadə dillə deyək, saysaz görəcəksiniz ki, piyadalar vəzirə çevrilməsi üçün minimum 5, maksimum 6 gediş etməlidir. Yəni testdə sual görəndə bu bizi qəliz hesab eləmir, çaşdırmasın. Sayırıq 1, xanalar sayırıq. 2, 3, 4, 5. Əgər ilk başlanğıcda 2 gediş eləyibsə, deməli növbəti gedişlərdə bir addım getsə yer çatacaq rəqib tərəfinə. Bu halda olacaq 5 gediş. Yəni 5 gedişdən sonra vəzirə çevrilə biləcək. Əgər çata bilirsə də, yəni həmin xanaya. Yox, ilk başlanğıcda bir addım gedibsə, deməli maksimum 6 gedişə gedib çata bilər ora. Yəni testdə sual düşsə bunu başa düşərsiniz inşallah. Gəlir seçsinə yox. Yəni başlanğıcdakı atdığı ilk addımdan asılıdır. 2 addım atıbsa 5 gedişə gedib çatacaq. 1 addım atıbsa 6 gedişə gedib çatacaq. Piyadaların xal dəyəri 1 xala bərabərdir.
Ümumiyyətlə bu xal məsələsini deyim sizə, bu xalların oyunun sonunda bizim üçün heç bir əhəmiyyəti yoxdur. Hər bir fiqurun malik olduğu bir xallar var, xal dəyəri var da, elə deyək. Bu dəyər sadəcə olaraq bizə, yəni şahmatı oynayan oyunçuya bəlli bir strategiya qurmaq üçündür. Yəni mən məsələn də bir xalında olan piyadamı qurban verim, rəqibin 5 xalında olan bir topunu əldə eləyim, topunu məhv eləyim. Bax bu kimi düşüncələr, kombinasiyaları qurmaq üçün bu xalları belə deyək, yaradıblar. Bu xalların məqsədi budur. Amma oyunun sonunda bu xallar, yəni mən rəqibin 4 dənə atını vurdumsa, bu məsələn deyirəm də, bu mənim üçün əlavə xal hesablanır deyə bir şey yoxdur. Sadəcə oyunun gedişində üstünlük qazanmağımız üçün kombinasiya, hansısa bir kombinasiya qura bilməyimiz üçün bir psixoloji olaraq bizə lazımdır bu xallar. Piyadalar isə bir xalı dedik. Növbəti fiqur at fiqurundan danışaq. Atlar qəribə hərəkət eləyən fiqurlardır. Niyə ikinci atdan başladıq? Çünki birinci olaraq, ilk olaraq şahmatda mütləq ki, ya piyada, ya da at fiquru ilə hərəkətə başlaya bilərik. Niyə? Çünki digər fiqurlar, ümumiyyətlə at fiquru da arxada da, digər fiqurların önünü piyadalar kəsib. Yalnız at fiqurudur ki, oyunun başlanğıcında öz daşının üzərindən atlaya bilir. Eləcə də oyunun digər hallarında da, yəni atlar belə bir xüsusiyyətləri olduğuna görə ki, öz fiqurunun üzərindən keçə bilir. Buna görə oyunun başlanğıcında da atların da gedişindən istifadə eləyə bilərik. Atların hərəkəti isə bir növ elvarı olacaq müəllimlər, elvarı. Yəni 2 gediş, deyək ki, önə, bir gediş sağa və yaxud da ki, sola. Bir növ 90 dərəcə əyiləcək. 2 gediş qabağa, 90 dərəcə əyilir, bir gediş sola. Yəni bir növ rusun qiyəsi deyirik. Bizim dildə bir elvarı, bax bu formada hərəkət eləyəcək atlar. Atların hərəkəti, yəni başlanğıc olaraq piyadaların üzərindən keçə bilməsinə görə dedik ki, atlar da başlanğıcda hərəkətə başlada bilərik, yəni oyunun başlanğıcında. Atlarınsa dəyəri 3-dür, 3 xaldır. Yəni bir atın dəyəri 3 xal hesab olunur. Daha sonra növbəti fiqur fil fiqurundan danışaq. Fillər başlanğıcda gediş eləyə bilmirlər. Fillər ümumiyyətlə o qədər də güclü bir fiqur sayılmır. Fillər yalnız diaqonallar üzrə hərəkət eləyirlər. Baxın, burada elə bayaq dedim, atın gedişinin təsvirini görə bilərsiniz. Q şəkil. Fillər isə yalnız diaqonallar üzrə hərəkət eləyə bilirlər. Bu şəkildə də baxın, diqqət eləyin. Aha. Fillər isə yalnız diaqonallar üzrə hərəkət eləyə bilirlər müəllimlər. İstənilən qədər uzaq vuran fiqurdur. Ancaq qarşısını ya özdaşımız, öz fiqurumuz, ya da rəqib fiquru kəsməyənə qədər irəliləyə bilərlər. Bəli, uzaq vuran fiqurdur. Amma məsələn, deyək ki, hansısa bir xanada rəqib daşını vurdusa, artıq filin də deyək ki, hərəkəti məhdudlaşdı. Yəni sonrasına qədər gedə bilməyəcək. Sonsuza qədər gedə bilir diaqonallar üzrə, amma xana boş olarsa. Boş deyilsə, deyək ki, ya mənim burada hansısa bir fiqurum qarşısını kəsdisə dayandı və yaxud da ki, rəqibin fiquru qarşısını kəsdisə dayandı deməkdir. Diaqonallar üzrə hərəkət eləyə bilirlər. Və test sual olaraq qarşımıza çıxanda ki, öz rəngində olan xana ilə hərəkət eləyə bilən fiqur, bəli, fil fiqurunu götürəcəyik. Niyə fil fiquru? Çünki hansı başlanğıcda hansı xanada dayanmışsa, məlum məsələdir də, yəni oyunun sonuna qədər bu fiqur ancaq diaqonal üzrə hərəkət eləyə bilir. Yəni öz rəngində olan xanalarla hərəkət eləyəcək fil fiquru. Filin də dəyəri 3 xala bərabərdir. Adətən belə deyirlər şahmatda ki, fillər bir-birini müdafiə eləyəndə, yəni bir-birinə yaxın oynasa, yəni məntiqlə də düşünsək də, bir fil digərindən deyək ki, xana aşağıda olarsa, diaqonalların o baxış bucağını görmələri daha çox olar da. Ona görə deyir ki, bir-birinə yaxın oynasalar, güclü fiqura çevrilə bilirlər fillər. Növbəti fiqur top fiqurundan danışaq. Toplar
Şahmat taxtası üzərində dedi ki, künsülərdə olurlar. Başlanğıcda künsülərdə yerləşirlər. Yəni, məsələn, deyək ki, A1-də və H1 xanasında. Rəqibdə isə əksinə A8-də və H8 xanasında toplar yerləşir müəllimlər. Topların hərəkət istiqaməti gördüyünüz kimi şaquli və üfüqidir. Şaquli və üfüqi hərəkət edir toplar. Yəni, istənilən qədər gedə bilərlər. Yetər ki, qarşısı boş olsun. Yəni, pillək dediyimiz kimi, qarşısına ya öz fiqurumuz, ya rəqib fiquru çıxarsa, topun da deyək ki, hərəkəti məhdudlaşdırılacaq. Qarşısı boş olana qədər gedə bilərlər. Toplar da fillərdəki kimi deyək, o həmin bayaq dediyimiz anlam bunlara da şamil olunur. Bir-birini adətən müdafiə eləyərkən, bir-birinə hücuma deyək ki, birlikdə qoşularkən güclü fiqura çevirirlər. Çünki yenə deyirəm, baxış bucaqları artır, daha çox uzaq mənzilləri, uzaqları görə bilirlər. Diaqonal həm belə deyək, bir fiqur əgər dayanıb, topumuz deyək ki, dayanıbsa, D5 xanasında, digəri dayanarsa Y4 xanasında və yaxud da ki, deyək ki, F4 xanasında bu fiqur, belə deyək, bu halda daha güclü fiqurlara çevrilir. Çünki baxış bucaqları artır, görmə istiqamətləri artır və daha çox uzaq yerləri görə bilirlər, belə deyək, güclü fiqura çevrilirlər. Əsas odur istiqamət artır. Mərkəzdə duranda görürsüz, adətən deyirik ki, toplar mərkəzdə olanda daha güclü fiqur olurlar. Çünki künslərdə olanda şaquli üfüqi getdiyinə görə, bir dənə düşünün ki, bax burada görürsüz, artıq sola gedişi məhdudlaşıb. Top sola gedə bilmir axı. Yalnız düzünə və sağa gedə biləcək. Eyni zamanda G1 xanasında olan topumuz yalnız düzünə və sola hərəkət eləyə bilər. Solda da öz fiquru var, hara getsin yalnız qabağa. Amma mərkəzdə olanda, belə deyək, hərəkət istiqaməti daha çoxdur, baxış bucağı daha çoxdur topların. Növbəti fiqurumuz vəzir fiquru. Vəzir, belə bir deyim var şahmatda, deyirlər ki, öz rəngini sevir. Yəni, başlanğıcda ağ vəzirlər, ağların vəziri ağ xanada yerləşir. Yəni, D1-də. Qaraların vəziri isə qara xanada yerləşir müəllimlər. Yəni, D8-də. Deyək ki, buradan göstərək. Aha, vəzirin yerləşməsi. Vəzirlər ən güclü fiqurlar sayılır. Ən güclü fiqur vəzir fiqurudur. Çünki vəzir istənilən istiqamətdə sərbəst maksimum uzağa gedə bilən fiqurdur. Yəni, vəzirlər üçün məhdudiyyət yoxdur. Həm şaquli, həm üfüqi, həm diaqonal, hər istiqamətdə vəzirlər hərəkət eləyə bilirlər. Ona görə deyir ki, ən güclü fiqurdur vəzir. Vəzirin dəyəri 9 xaldır. Yəni, 9 piyadəyə bərabərdir bir vəzirin dəyəri. Vəzirlər şahın solunda, məsələn, ağların vəziri mərkəzdə yerləşir, şahın sol tərəfində yerləşir vəzir fiqurları. Ən vacib fiqur şah fiquru haqqında danışaq müəllimlər. Deməli, şah ən zəif fiqurumuzdur. Amma eyni zamanda ən dəyərli fiqurumuzdur. Şah istənilən istiqamətə hərəkət eləyə bilər. Hər tərəfə hərəkət eləyə bilər. Amma yalnız bir gediş eləyə bilər. Bütün istiqamətlərə görürsünüz, hərəkət eləyə bilər, amma yalnız bir gediş. Yəni, həm diaqonal, həm çarpaz, həm şaquli, həm üfüqi, hər tərəf hərəkət eləyə bilər, amma yalnız bir gediş eləyə bilir şahlar. Yəni, vurma qaydası da eynidir. Yəni, diaqonal vura bilər, şaquli vəziyyətdə rəqib daşını vura bilər, amma yalnız bir gediş eləyə bilər şahlar. Ən dəyərli fiqurumuzdur, sonsuz dəyərə sahibdir. Amma bir halda iki gediş eləyə bilər şahlar. Bütün oyun prosesində yalnız bir gediş eləyəcək. Yalnız bir halda iki gediş eləyə bilər. O da qala qurma zamanıdır müəllimlər. Qala qurma zamanı şahlar iki gediş edə bilərlər. İndi qala qurma haqqında qısa olaraq danışaq. Şahmatda belə bir anlayış var. Qala qurma. Qala qurma rəqib belə deyək, fiqurunun bizim şahımıza hücumu zamanı, ümumiyyətlə şahın məqsəd nədir? Şahı qorumaq. Şahmat taxtası üzərində məqsəd şahı qoruyub rəqib şahına hücum etmək,
rəqib şahını mat eləməkdir, düzdür? Öz şahımızı qoruyuruq, rəqibə hücum eləyirik. Bütün strategiyalar, bütün hücumlar, məqsəd budur. Deməli, qalaqurma zamanı, bayaq dedik, şahlar ümumiyyətlə bir gediş, hər tərəfə bir gediş eləyə bilir. Yalnız qalaqurma zamanı şah 2 gediş eləyir. İlk olaraq qalaqurmada iki cür qalaqurmadan istifadə eləyə bilərik. Qısa qalaqurma və uzun qalaqurma. Hər ikisində şahın gedişi 2-dir. 2 vahid, yəni 2 xanadır. Uzunla qısanın fərqi yalnız topların hərəkətindədir. Qısada top 2 gediş eləyir, uzun qalaqurmada top 3 gediş eləyir. Yəni qısa ilə uzunun fərqi bundan ibarətdir. Deməli, qısa qalaqurma zamanı şah Y1 xanasından C1 xanasına doğru hərəkət eləyir. Yəni topa doğru istiqamətlənir. Y1-dən G1-ə. Topa doğru 2 xana gedir. Top isə şahın üzərindən keçərək, burada görürsünüz də, top isə şahın üzərindən keçərək, yəni yer dəyişmə edirlər də, gəlir H1 xanasından F1 xanasına. Bu oldu qısa qalaqurma. Qalaqurma bu halda tamamlandı. Uzun qalaqurmada isə şah yenə də 2 gediş eləyir. Yəni Y1 xanasından görürsünüz, şah istiqamətlənir C1 xanasına. Bu belə deyək, üzbəüz baxanda, biz şahmat taxtasına baxanda bizim baxdığımız istiqamətdən həmişə xanaları hesablayırıq. Müəllimlər, belə yadda saxlayın. Uzun qalaqurmada isə dedik ki, şah Y1 xanasından C1 xanasına doğru getdi. Yəni bizim sol tərəfimizdə, sol küncdə, sol cinahda olan topumuz isə A1 xanasından D1 xanasına doğru. Yəni görürsünüz, 3 xana B-dən keçdi, C-dən keçdi və D-də dayandı. 3 xana hərəkət eləyərək keçir şahın sağ tərəfinə, belə deyək. Bu da olur uzun qalaqurma. Bunu başa düşdünüz müəllimlər? Qısa qalaqurma ilə uzun qalaqurmanın fərqini. Bəli, müəllim, başa düşdük. Əla. İndi bir məqam var. Deməli, hansı hallarda qalaqurma edə bilmərik? Hansı hallarda qalaqurma edə bilmərik? Ümumiyyətlə deyirik ki, şahmatda qalaqurmanı o zaman eləməliyik ki, şah və top ilkin vəziyyətdə olsunlar. Yəni, ilkin vəziyyətdə nə deməkdir? Başlanğıcda düzüldüyü nöqtədə olmalıdırlar. Yəni, şahla top heç bir hərəkət etməmiş olmalıdırlar. Yəni, indiyə qədər qalaqurmanı etmək istədiyim ana qədər şahla topun heç bir hərəkəti olmamalı idi. Əgər mən qalaqurma etmək istəyirəmsə, şahı və yaxud da topu hansı istiqamətdə hərəkət etdirmişəmsə, mən artıq qalaqurma edə bilmərəm. Belə bir hüququm yoxdur, məhrum olmuşam. Növbəti məsələ nədir? Qalaqurma zamanı şahdan və yaxud da topdan, əsasən şahdan deyirik, şahın hərəkət eləyəcəyi istiqamət. Deyək ki, məsələn, F1 xanası belə, F1 xanasının özü belə, baxın, bu xananın özü belə rəqib fiqurunun zərbəsi altında olmamalıdır. Yəni, rəqibin deyək ki, hansısa bir fil fiquru, uzaq vuran fiquru həmin xananı görməməlidir. Əgər görürsə, mən şahı hərəkət elətdirə bilmərəm, yəni Y1 xanasından G1 xanasına. Çünki buradakı ortadakı boşluq, bu F1 xanasını rəqib fiquru görür. Yəni, şahı vura bilər, şah mat ola bilər. Bu halda deyirik ki, qalaqurma etmək mümkün deyil. Və yaxud da ki, başqa bir halda şaha hücum edilən zaman, mütləq ki, şah, belə deyək, şaha hücum edilmək nədir? Bir dənə onu da deyim sizə. Rəqib fiqurunu şah elan eləməsi. Deməli, əgər mənim şah fiqurum rəqib fiqurunun görməsi, yəni görmə bucağı altındadırsa, rəqibin deyək ki, istənilən bir fiquru, topu, fili, atı və s. mənim şahımı vura bilirsə, gəlib dayanıbdır. Deyək ki, məsələn də, rəqib fiquru gəlib, atı dayanıbdır. Deyək ki, bir xananın adını çəkək. Məsələn, gəlib dayanıbdır C4 xanasında, deyək ki. C4 xanasında dayanıb, əlbəttə ki, mənim atıma birbaşa hücum eləyir. Və yaxud da ki, şahıma hücum eləyəcək. Və yaxud da C4-də olmasın, digər bir xanada olsun, fil fiqurunun, yəni çarpaz vuran bir fiqurunun hücum altına düşəcəkdir. Bu halda nə etmək lazımdır?
Bu halda ya şaha şah verən fiquru vurmalıyam, həmin hansı fiqur ki, şah elan eləyir, həmin fiquru vurmalıyam, ya şahı qaçırtmalıyam, hərəkət elətdirməliyəm, sağa sola deyək, hansısa istiqamətdə şahı qaçırmalıyam, ya da hansısa bir fiqurumla şahın önünə bir fiqur qoymalıyam, şahı qorumaq üçün. Əgər bunların heç birini edə bilmirəmsə, bu adlanır mat anlayışı. Yəni şah öldü anlayışı. Ümumiyyətlə şahmat taxtası üzərindən bütün fiqurlar götürülür. Simvolik olaraq deyirik ki, şah fiquru taxtadan götürülmür. Yəni şah mat olaraq mat elan olunur və oyun belə deyək məğlubiyyətlə başa çatır. Oyun bitmiş sayılır. Yəni şah fiqurunu taxtadan götürmürük. Yəni belə bir anlayış var şahmatda. Hə, indi qalaqurmaya dönüş eləyək. Qalaqurma zamanı dedik ki, əgər həmin fiqur şaha şah elan eləyibsə, biz qalaqurmanı edə bilmərik. Və yaxud da ki, gedəcəyim yol, şahın gedəcəyi yol rəqib fiqurunun zərbəsi altındadırsa, biz qalaqurmanı edə bilmərik. Hansısa bir fiqurumuz, yəni şah və topdan söhbət gedir, qalaqurmaya qədər hərəkət eləyibsə, biz qalaqurmanı edə bilmərik. Ümumiyyətlə, şahmatda belə bir anlayış var ki, ilk olaraq əlimizi hansı daşa toxundurduqsa, həmin daşla oynamaq məcburiyyətindəyik. Mütləq ki, gedişi o daşla eləməliyik. Ona görə qalaqurmada deyirik ki, qalaqurma zamanı mütləq ilk toxunuş şaha olmalıdır. Şah fiquruna toxunmalıyıq. Əgər topa toxunmuşuqsa, artıq qalaqurma edə bilmərik. Çünki topla hərəkətə başlamalıyıq. Topu hərəkət elətdirməliyik. İlk olaraq şaha toxunulmalıdır. Belə bir anlayış var ki, əgər fiqurun belə deyək, yerini düzəltmək istəyirəmsə, belə damadan çıxıbsa, xanadan çıxıbsa, mütləq rəqib oyunçuya bu barədə məlumat vermək lazım. Yəni xəbərdarlıq etmək. Düzəldirəm deyib, rəqib oyunçuya məlumat verir ki, düzəldirəm. Yəni rəqib də bilsin ki, sən gediş etmirsən də, daşı düzəldirsən. Ona görə birinci topa toxunmusan. Amma sözsüz ki, qalaqurma ediriksə, ilk olaraq topa deyil, şaha toxunmaq lazımdır. Bunlar da qalaqurma anlayışı. Və şahmat oyununun qısa olaraq mərhələləri haqqında deyim sizə müəllimlər. Şahmat oyununu şərti olaraq 3 mərhələyə bölürlər. Debut mərhələsi, Mittelspiel mərhələsi, Endspiel mərhələsi. Debut mərhələ adından məlum başlanğıc mərhələ. Yəni bütün fiqurların hələ ki hamısının tam olduğu mərhələ və ilkin gedişlərin başlandığı mərhələ. Bu debut mərhələsidir. Yəni ilkin kombinasiyaların, ilkin gedişlərin olduğu mərhələ. İkinci mərhələ Mittelspiel mərhələsi, yəni orta mərhələ sayılır, hesab olunur. Burada test suallar olaraq, yəni bu tip sözlər açar sözləri kimi düşə bilər sizə. Əsas kombinasiyaların qurulduğu mərhələ, əsas gedişlərin qurulduğu, oynanıldığı mərhələ, bütün növ taktiki gedişlərin, kombinasiyaların qurulduğu mərhələ, oyunun əsas hissəsi Mittelspiel mərhələsidir. Yəni orta mərhələ. Və Endspiel mərhələsi nədir? Adından məlum ingiliscədən end sözündən götürülüb son mərhələ. Belə deyək, test sualına düşmüş, qəbula düşmüş suallardan biri idi. Məsələn, şahmat taxtası üzərində ən az fiqurun qaldığı mərhələ hansıdır? Yəni sözsüz ki, bu Endspiel mərhələsi olacaq. Çünki artıq belə deyək, Lord Çobot deyəcək, vurulan vuruldu, ölən öldü, qalan bir neçə dənə daş qalıb. Yəni Endspiel mərhələ, son mərhələ. Oyun gedib, son mərhələ qalıb. Bir neçə daş qalıb, bu da Endspiel mərhələsində. Ən son mərhələ Endspiel mərhələsi. Şərti olaraq bölünür bunları. Və şahmatda bir neçə başqa digər anlayışlar haqqında sizə deyək. Qısa olaraq, məsələn, qambit anlayışı nədir? Qambit sözünün mənası tələ qurmaq deməkdir. Tələ deməkdir qambit. Yəni, adətən qambit anlayışı adətən daha çox kombinasiyalar qurulan zaman istifadə olunan anlayışdır. Yəni, belə deyək də, daha geniş düşünməyə başlayıram müəllimlər. Daha geniş, nəsə bir 3-4 gedişlik bir gediş fikirləşirəm, kombinasiya fikirləşirəm və belə deyək ki, düşünürəm ki, bu 3 gedişdən sonra rəqibi aldadıram və hansısa bir piyada fiqurumu verəcəm rəqibə və rəqibin uzaq vuran bir fiqurunu götürəcəm. Strateji olaraq üstünlük əldə edəcəm. Bu anlayış olur qambit anlayışı. Badalaq vururam rəqibə,
kələk gəlirəm, başa düşürsüz, alladıram, rəqibi təliyə salıram. İkinci məsələ, bir digər anlayış, eee, Seytnot anlayışı. Ən çox rastlaşdığımız anlayışlardan biri. Bu nədir? Düşünmək üçün vaxtın çatışmamazlığı. Yəni bilirsiniz ki, şahmat oyunun gedişində mən oyunumu oynayıb bitirib, yəni gedişimi bitirib daha doğrusu. Bitirəndən sonra rəqib üçün saatı basıram. Bu saat rəqibin mən knopkanı basdımsa artıq rəqibin saatından, vaxtından gedir. Yəni düşünmək üçün artıq rəqibin vaxtına gedir. Yəni mən düşündüm, qurtardım, basıram ki, mənim vaxtımdan getməsin, rəqibin vaxtından getsin. Bu da yəni rəqib gediş üçün fikirləşsin. Bu Seytnot anlayışı da həmin düşünmək üçün vaxtın olmaması, çatışmazlığından söhbət gedir. Bildiyimiz kimi, əgər şahmatda vaxtımız bitərsə oyunun gedişində, bizim düşünmək üçün vaxtımız bitərsə, məğlub olmuş sayılarıq. İki cür belə deyək də, bu baxımdan məğlubiyyətimiz ola bilər. Biri şahmat, yəni mat elan olunması, ikinci halda məğlub olmağımız, düşünmək üçün vaxtımızın bitməsi və eyni zamanda digər başqa cür şahmatda məğlub olmalarımız ola bilər. Bir neçə texniki gedişlər, səhvi və sair kombinasiyada qurulmuş kombinasiyalarda texniki gedişlərdə səhv etsək, yenə də oyunu məğlub durumda ayrıla bilərik. Sonra başqa bir anlayış çəngəl anlayışı. Çəngəl sözünün özündən o formasının belə necə deyərlər, özündən belə bunu başa düşün. Bir fiqurumuz deyək ki, mənim vəzir fiqurum eyni anda şaxəli formada rəqibin bir neçə fiqurunu belə deyək vura bilər. Rəqibin bir neçə fiquru mənim vəzirimin belə deyək görmə bucağı altındadır. Bu anlayış adlanır çəngəl anlayışı. Sonra başqa bir anlayışdan da deyim sizə suksmak. Suksmak nədir? Bu da əlverişsiz nəticə ilə başa çatan bir mövqe. Yəni bir gedişi eləyirəm, amma nəticəm yoxdur da. Sadəcə necə deyərlər, o loruldə desək, oynamaq xatirinə oynadım, hansısa bir daşı gedişi elədim. Bu oldu suksmak anlayışı. Kombinasiyalar ümumiyyətlə bu məqsədimiz nədir deyirik ki, oyunu qazanmaq. Bu oyunu qazanmaq üçün qurduğumuz o strategiya, elə bu strategiyanın özü belə deyək şahmatda kombinasiya adlanır və bir də bir anlayış şahmat notasiyası. Bütün oyunların gedişini, oyunun bütün gedişi hamısının qeyd olunduğu o necə deyək, vərəq deyək buna, nə deyək, həmin o sahə şahmat notasiyası adlanır. Yəni bütün şahmat oyun prosesində hər şey orada qeyd olunur. Yəni oyundan sonra deyək ki, oyunçunun hansısa bir həm görüntü olaraq qeydiyyat aparılır, həm də notasiya kimi formasına. Yəni məsələn mən hansısa bir fiquru oynadımsa, həmin xana gediş qeydiyyat aparılır. Hansısa bir etirazımız olarsa və yaxud nəsə bir problem olarsa, həmin notasiyaya baxırıq. Görürük ki, həqiqətən də sən filan gedişdə səhv eləmisən. Bu yaxınlarda yəqin televiziyada qarşınıza çıxmış olar, xəbərlər proqramında bir xanım şahmatçımızın etdiyi bir səhv, eyni səhvi bir neçə dəfə təkrar edildiyinə görə hakimlər yaxınlaşırlar və iradi bildirirlər ki, sən filan oyunu, filan epizodda səhv eləmişdin və belə deyək, qayıdıb notasiyaya baxırlar, video qeydiyyata, eyni zamanda şahmat notasiyasına baxırlar və görürlər ki, həqiqətən də səhv edilib. Şahmatda qalib və məğluba verilən xallar. Əgər komanda hesabında olan yarışdırsa, komanda tərkibində olan yarışdırsa, qalibə 2 xal verilir, heç-heçiyə 1 xal verilir, məğluba 0 xal verilir komanda yarışlarında. Fərdi yarışlarda isə qələbəyə 1 xal, heç-heçiyə 0.5 xal, məğluba isə 0 xal verilir. Komandada 2, fərdidə 1. Heç-heçidə onların belə deyək, xalın yarısı. Bu formada yadda saxlayarsınız müəllimlər. Və bir də qısa olaraq pat anlayışı haqqında deyim. Patı demədim deyəsən. Şahmatda pat anlayışı var. Yəni heç-heçi anlayışı. Əgər heç bir gedişimiz və yaxud da ki, deyək gedişin bəlli bir sonu yoxdur gedişlərin, bu hala deyirik heç-heçə, yəni pat anlayışı. Deyək ki, məsələn, şah şaha qarşı qalıb, şah və fil şaha qarşı qalıb, şah və at şaha qarşı qalıb.
Bu hallarda, yəni biz dedik axı şah fiqurların gedişlərini bilirik. Yəni bunu başa düşmək o qədər çətin deyil. Başa düşürük ki, hə, istədiyi istiqamətə qaça biləcək və rəqib fiquru belə deyək, onu tuta bilməyəcək, vura bilməyəcək. Bu artıq oyunun gedişi belə deyək, mənasız hesab olunur və bu halda heç hissə əldə olunur, heç hissə elan olunur. Yəni pat anlayışı burdan yaranır. Belə müəllimlər, şahmatla bağlı sualınız varmı? Qaranlıq qalan nəsə varsa deyin.